Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Axır ki, o gözlədiyimiz gün gəldi, çatdı. Çempionlar Liqasında möhtəşəm oyunlar bugün az sonra baş tutacaq. Oyun öncəsi nələr baş verir, onları sizin nəzərinizə çatdıracaq. Həmçinin transfer xəbərləri, ayrılıq xəbərləri var gündəmdə. Təkcə Qarabağ komandasından deyil, digər komandalarımızdan da xəbərlər var. Eyni zamanda dünya transfer bazarından olduqca maraqlı xəbərləri sizin nəzərinizə çatdıracaq. Ona görə sona qədər izləməyi tövsiyə edirəm. Mən isə vaxt itirmədən məlumatlara keçəcəm. Kanala abunə olun, bildirişi açıq tutun, videonu bəyənin və şərhlər bölümünə fikirlərinizi yazın. Az sonra bu maraqlı məlumatları bir neçə saniyədən sonra sizin nəzərinizə çatdıracağım. Dəyərli izləyicilər, bildiyiniz kimi Gülər balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, düşdüyümüz çətin vəziyyətə görə anlayış göstərib dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç bir valideyni körpəsi qarşısına aciz qoymasın. Öncədən dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. İndi isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdiyim kimi, bəzi transfer ayrılıq xəbərləri və Çempionlar Liqasının möhtəşəm oyunları bugün var. İlk öncə Qarabağ komandasından bir xəbər var. Pedro Bicalho Qarabağdan ayrılır deyə xəbərlər tirajlanır, amma aldığımız dəqiq məlumata görə Pedro Bicalho heç yerə getməyəcək. Xüsusilə Napoli komandası ilə onun adı hallanırdı, amma Napoli komandasından aldığımız məlumata görə artıq Pedro Bicalho Napolinin hədəfində deyil. Düzdür, bu futbolçuya Çempionlar Liqasının oyunlarından sonra ciddi maraq göstərdilər, amma hal-hazırda Pedro Bicalho'nun transferi prioritet məsələ deyil Napoli üçün. Napoli başqa futbolçuların axtarışındadır. Və beləliklə Pedro Bicalho Qarabağda qalacaq hələ ki. Bu xəbər yəqin ki, Qarabağ azarkeşləri üçün də maraqlı olmuş olar. Turan Tovuz komandası David Tavaresi icarəyə vermək və yaxud başqa komandaya satmaq niyyətindədir. Çünki futbolçu transfer olunduqdan sonra komandaya da bir fayda verə bilməyib. Mövsümün əvvəlini belə deyək, zədə səbəbindən yaşıl meydanlardan kənardan keçirib, daha sonra isə məşqçilərin ümidini doğrulda bilmir. Mövsümün ilk hissəsində aldığı zədənin yəqin ki, təsiridir ki, artıq futbolçu hələ də toparlana bilmir. 27 yaşlı yarım müdafiəsinin Turan Tovuzla 2028-ci ilin ilə qədər müqaviləsi var və onu da qeyd edim ki, bu futbolçunun Azərbaycanda digər kluba icarə veriləcəyi məsələsi gündəmdədir. Onunla yanaşı Turan Tovuzdan daha bir xəbər var, öz meydanına qayıdır. Axır ki, Tovuzlu azarkeşlər öz komandalarına, öz doğma arenalarında dəstək ola biləcəklər. Verilən məlumata görə artıq ayın 12-sində Sumqayıtla keçiriləcək ev oyununu Turan Tovuz məhz öz meydanında keçirə bilər. Bu xoş xəbərdə Turan azarkeşlərinə çatdırdıq və Sumqayıtdan söhbət düşmüşkən Sumqayıt komandası Saşa İliçlə yola davam edəcək. Onun komandadan ayrıldığı ilə bağlı müəyyən xəbərlər tirajlanırdı, amma Sumqayıt komandasından verilən məlumata görə ən azı müqaviləsinin sonuna qədər, yəni yaya qədər Saşa İliçlə yola davam ediləcək, nəticənin uğurlu ya uğursuz olmasından asılı olmayaraq. Qeyd edim ki, Sumqayıt komandasının Güya Saşa İliçlə müqaviləsinə xitam verdiyi və Samir Abbasovu baş məşqçi kimi gətirdiyi ilə bağlı xəbərlər dolaşırdı. Dünya transfer bazarında Real Madrid komandası Nico Paz'ı transfer edib, hansı ki, bu futbolçu ilə Real Madridin öz yetirməsidir. Como komandasında oyun qurucusu kimi çıxış edirdi. 65 milyon avro dəyəri var. Məncə bu ilin ən yaxşı transferlərindən biri ola bilər Real Madrid üçün. 65 milyonluq futbolçu üçün cəmi 9 milyon avro ödəyəcək Como komandasına Real Madrid komandası. Qeyd edim ki,
Real Madrid Çempionlar Liqasında davam edir yoluna və bir qədər sonra bu barədə danışacağıq. Manchester United isə Harry Maguire ilə daha bir illik müqavilə bağlayıb və müqavilənin şərtinə görə müqavilə daha bir il uzadıla bilər. 2019-cu ildən Harry Maguire Manchester Unitedin şərəfini qoruyur və 266 oyuna çıxıb İngiltərə Liqa Kuboku və İngiltərə Kubokunun qalibi olmağı bacarıb. Rumıniya milli komandasının baş məşqçisi Lucescu'nun bilirsiniz ürək tutması ilə bağlı vəzifəsindən istefa verilməsindən sonra bu post boş qalmışdı. O postda isə bizə tanış bir sima gətirilib. Georgi Hacı, yəni ki, çoxlarının Türkiyə Super Liqasından tanıdığı o əfsanəvi Georgi Hacı indi Rumıniya millisini çalışdıracaq. Bu xəbəri də sizin nəzərinizə çatdırdıq. Dəyərli dostlar, bəli, bugün Çempionlar Liqasının 4-1 final maçına start verilir və Real Madrid Bavariya ilə qarşı-qarşıya gələcək. Sporting isə Arsenal-la qarşı-qarşıya gələcək bugün. Sabah isə PSG Liverpool-la, Barcelona isə Atletico Madrid-lə qarşı-qarşıya gələcək. Bugün başlayacaq iki görüş saat 23:00-da başlayacaq və hansı televiziya kanallarında yayınlanacaq, onu da sizin nəzərinizə çatdırım. Belə ki, Real Madrid Bavariya qarşılaşması CBC Sport kanalı vasitəsilə canlı yayımda təqdim olunacaq. Sporting Arsenal qarşılaşması ictimai televiziya vasitəsilə sizlərə təqdim olunacaq. Biz də oyun öncəsi, oyundan sonra və oyun vaxtı müəyyən maraqlı məlumatları sizin nəzərinizə çatdıracağıq və canlı yayımda yayınçı olacaq bugün axşam. Ona görə də kanalımıza abunə olun, bildirişi açıq tutun və bu arada onu da qeyd edim. Bu formatda videolarımız son videomuz olacaq. Sabahdan çox maraqlı yeni formatda videolar təqdim olunacaq. Ona görə də kanalımıza abunə olmağı unutmayın dəyərli dostlar. Və Çempionlar Liqasının qalibi olmaq şansları hansı komanda daha çox şanslıdır? Deməli, hesablamalara görə Arsenal komandası ən şanslı komanda kimi göstərilir ki, 29,73% Çempionlar Liqasının qalibi olma şansı var. Bu, onunla bağlıdır ki, onun rəqib olduğu komandalar keçəcəyi yol daha asan görünür. Bavariya komandası 18,33 xalla, ikinci Barcelona 15,66 xalla, üçüncü PSG 11,87 xalla, dördüncü Real Madrid 9,85 xalla, beşinci Liverpool 7,12 xall ilə, altıncı Atletico Madrid 4,41 xall ilə, yedinci Sporting isə 3,03% xall ilə ehtimalla deməli 8-ci pillədə qarşılaşıb Çempionlar Liqasının qalibi olmağa namizədlər siyahısında. Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasını məhz PSG komandası qazanmışdı. Bu mövsüm PSG komandasının qalib olma ehtimalı 11,87% göstərilir. Siz nə düşünürsünüz? Çempionlar Liqasının qalibi hansı komanda olacaq və bugünkü maçlara gəldikdə Real Madrid Bavariya maçı və Sporting Arsenal maçı haqqında öz fikirlərinizi yazın, hesab təxminlərinizi yazın, görə kimlər doğru təxmin edirlər oyunun nəticəsini. Həmçinin sabahki oyunlar haqqında PSG, Liverpool, Barcelona, Atletico Madrid cütləri barəsində də fikirlərinizi yaza bilərsiniz. Videonu hələ də bəyənməmişsə bəyənin, kanala abunə deyilsinizsə abunə olub bildirişi açıq tutun. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Mən isə indi sizdən sağollaşıram. Növbəti videoda görüşmək ümidi ilə hələlik.